Azad Həmkarlar İttifaqı, Şəmkir Rayon Komitəsinin sədri Amin müəllimə, əməkdaşlara təşəkkürümü bildirirəm. Ulu öndərimiz dediyi kimi, müəllim peşəsi şərəfli peşədir. Bu şərəfli peşədə bütün həmkarlarıma ən xoş arzularımı çatdırıram. Bu təqdimat üçün məktəbimizin rəhbəri Həqiqət Hüseynovaya da minnətdarlığımı bildirirəm. Bəli, belə ürək açan tədbirlər gənc nəslin vətənpərvər ruhda böyüməsində, milli dəyərlərimizə, soy kökümüzə, dövlətçilik ənənələrimizə sadiq ruhda böyüməsində əlimizdən gələni əsirgəməlik. Belə tədbirlər hər kəsə stimul verir. Var olun, bir daha təşəkkür edirəm. Bütün müəllim kollektivini, təhsil işçilərini 5 oktyabr Beynəlxalq Müəllim Günü münasibəti ilə təbrik edirəm. Gələn əməkdaşlara da bir daha xüsusi minnətdarlığımı bildirirəm. Diqqət və qayğı üçün, dəyər üçün çox sağ olun, var olun.